Salam Banu, özünü 60 saniyədə tanıt. Mən Banu İbrahimli, İtaliyadan gəlmişəm. Həm bugün burada Xorvatiyanı təmsil edirəm. Belə ki, mən xaricdə ikili diplom proqramından magistr təhsil alıram. Biznes, iqtisadiyyat və turizm üzrə. 23 yaşım var. İtaliyanın Palermo Universitetində və Xorvatiyanın Dubrovnik Universitetində ikili diplom tələbəsiyəm. Banu, düşərgədə iştirak etmək, diaspor gənclərinin 7-ci ay düşərgəsində iştirak etmək, Çıdır düzündə olmaq necə bir hissdir? Çox gözəl və qürur verici bir hissdir. Bu hissləri sözlərlə, cümlələrlə ifadə eləmək təbii ki, mümkünsüzdür. Bunu bura gəlib, bu anı yaşamaq lazımdır, öz gözlərinizlə görmək lazımdır. Belə ki, mən hal-hazırda iki hissi eyni anda yaşayıram. Həm sevinç, həm kədər hissini. Çünki bu torpaqlarda bizim şəhidlərin qanı var. Və mən bu düşərgəni təşkil elədikləri üçün və məni seçdikləri üçün Diaspora Komitəsinə öz təşəkkürümü bildirirəm.